Yunan-Roma güləş üzrə beynəlxalq dərəcəli idman ustası Elgiz Məmmədov Masallı rayon Ərkivan qəsəbəsində yeniyetmə güləşçilər üçün ustad dərsi keçib. Tədbir öncəsi Ərkivan Şəhidlər Parkında qəsəbə şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib. Elgiz Məmmədov güləşçilərlə bir zamanlar əməkdar məşqçi Qardaşxan Əmənovdan güləşin sirlərini öyrəndiyi doğma elində, doğma güləş salında görüşüb. Bugün Ərkivan güləş məktəbinə, bu məktəbin, bu zalın bir zamanlar yetirməsi olan, hazırda Rusiya Federasiyasında məşqçi müəllim kimi fəaliyyət göstərən, beynəlxalq dərəcəli idman ustası, dünya çempionatının dəfələrlə mükafatçısı, medalçısı Elgiz Məmmədov qonaq gəlib. Ustad dərsi zamanı o, yeniyetmə idmançılara müxtəlif güləş fəndlərinin icrasını nümayiş etdirib, peşəkar tövsiyələrini bölüşüb. Çıxışı zamanı qazandığı uğurlardan, bu nailiyyətlərə gedən yolda qarşılaşdığı çətinliklərdən bəhs edərək gənc güləşçilərə motivasiya verib. Sizin üçün birinci növbədə gec deyil, hər şey sizin öz əllərinіздədir. Əlbəttə ki, Allahın da qisməti ilə. Bugün şükür Allah böyük bir canlanma yaranıb Ərkivanda. Yəni özünüzə bir nəsə ümidsiz, bəlkə başqa cür baxmayın. Sizin öhdəliyiniz birinci növbədə. Ola bilər hansısa idmançı talantlıdır, yəni qeyri-adi potensiyalı var. Bunlar böyük bir şərt deyil. Bunlar idmanın 10-20%'ni təşkil edir. Yəni sizin nəticələri üçün 10-20%. Ola bilər bugün o qədər idmançılar görmüşük öz yaşımızdan, gəlib məsələn 106 udurdular birinci başlayanda. Çox, yəni o talant idi. O bizdən məsələn məndən bir adım qabaqdaydı. Amma birinci növbədə sizin üstünüzə düşən, sizi gətirib bir yerə çıxardan sizin davamiyyətinizdir. Hazırda Rusiyanın Kaliningrad şəhərində yaşayan Elgiz Məmmədov məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri olan yeniyetmə və gənc Yunan-Roma güləşçiləri bir sıra mötəbər yarışların mükafatçılarıdır. Qeyd edək ki, Elgiz Məmmədov aktiv idman fəaliyyətini də davam etdirir. O son illər veteranlar arasında Yunan-Roma güləşi üzrə 2 dəfə dünya ikincisi, 1 dəfə isə dünya üçüncüsü olub. Güləşini güləşi olmuşu görüb, onu yüksələcək. İstəyir qalsın, o biraz qalsın. Təhsil elə bir şeydir ki, bu səndən qəbr evinə qədər gedəcəksən. Bu güc bizdən gedəcək. Şan, şöhrət, bunlar hamısı bizdə qalan şey bizim mənəviyyatımızdır, bizim təhsilimizdir, bizim imanımızdır. Bunlara dəyər vermək lazımdır, bunları qorumaq lazımdır. İnsanı qiymətli edən onun əxlaqıdır, birinci. Təhsil sizin idmanınıza meşət vermir. Mən orada məşqçi işləyirəm Rusiyada, yəqin ki bilirsiniz. Əgər onların 4-dən aşağı qiyməti varsa, mən zala qoymuram. 5-4. Əgər 4-3 alırsa, həmin o 2-3 səhvdə ki, onu vasitələ bitirəməlidir, o da şans verilir də. Düzəldənə qədər qoymuram. Mən sizin yaşınız olan da Əli müəllim, məşhur müəllim, bugünkü gəlirlər, yaşlaşırlar. Onlar bizdən masterclass keçirirlər. Və bizə çox maraqlı idi, çox belə, oydu, Əli müəllim gəldi. Məşhur müəllim gəldi, Kamal müəllim gəldi. İndi bəlkə bəzərini anlayadınız. Yəni, belə şeylər qiymət verir. Yadınızda saxlayın. Və özünüz də gələcəkdə inşallah kiməsə elə belə stimullar verərsiniz. İdman ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirin sonunda xatirə şəkili çəkdirildi.